Deməli, salamlar uşaqlar, hər vaxtınız xeyir. Baxırıq nəyə? Baxırıq Bahar əsərimizə, Mircəlalın Bahar əsərinə. Yenə çətin əsərlərdən deyil, süjet xətti çox maraqlıdır. Həmçinin qısa əsərdir, yəni çox da uzun deyil. Sadəcə bəzi məqamlar var ki, onun əsərin üstündə təhlildə tam dəqiqliklə baxacağıq. Ən axırda da əsərin ümumi təhlilinə baxacağıq. Deməli, Bahar. Başlayaq. Kənddən ayrılandan sonra Bahar başaşağı fikirli yeriyərək hara getdiyini bilmirdi. Deməli, Bahar kənddən ayrılıb, baş obrazımız kimdir? Elə Bahardır. Onu yadda saxlayın ki, Bahar qız deyil, Bahar oğlandır. Yəni bir aydınlanma yaşayaq burada. Bahar oğlan obrazı, yəni qız deyil. Adına görə çox adam onu qız bilir, amma qız deyil, qadın obraz deyil. Bahar başaşağı fikirli yeriyərək hara getdiyini bilmirdi. Yolun uzaqlığını hiss etmədən bir də gözünü açıb özünü vağzalda gördü. Bir tüfəngli adam döyükən kənd uşağını görüb yanına çağırdı. Deməli, vağzaldadır və bir tüfəngli adam onu yanına çağırır. Kim çağırır? Tüfəngli adam. Döyükən kənd uşağını görüb onu yanına çağırdı. Qəssab dükanında atasının yanında işləməyi təklif elədi. Deməli, Bahara tüfəngli adam nə təklif eləyir? Qəssab dükanında həmin o tüfəngli adamın atasının yanında işləməyi təklif eləyir Bahara. Paltarın, çörəyin bizdən özün də, deyir paltarın, çörəyin bizdən, özün də erkək ətinin pitisindən yeyib cana gələrsən. Deyir, razısanmı? Deyirəm, paltarın, çörəyin bizdəndir. Yəni belə yaxşı yemək də verəcəyik sənə. Razısanmı? Bahar şəhərdə qalmaq, bax bunları yadda saxlayın. Şəhərdə qalmaq, qardaşın tapmaq həvəsi ilə, həm də belə mehriban adama rast gəldiyini güman edib razı oldu. Deməli, Bahar nəyə görə razı olur? Şəhərdə qalmaq arzusuna görə, bir də qardaşını tapmaq arzusuna görə, həm də fikirləşir ki, baxın mehribanın dırnaqarası yazıblar. Mehriban, yəni burada necə işlənib? Kinayə ilə. Əslində onun mehriban biri olmadığını görəcəyik. Kinayə ilə işlədilib. Deyir ki, belə mehriban bir adama rast gəldiyini güman eləyib. Deyir ki, ay nə yaxşı bəxtim gətirdi. Deyir ki, nə deyirəm? Tüfəngli Baharı daş yoluna tərəf gətirdi. Bir arabaçıya tapşırdı. Deməli, tüfəngli Baharı bir arabaçıya tapşırır. Atama çatdır bunu. Deynən görsün yararmı? Deyir, atama bu deyəndə Bahar nəzərdə tutulur. Yəni həmin oğlan uşağı nəzərdə tutulur. Bir əşya kimi davranır da bir növ. Deyir, gör işə yararmı? Elə belə əşya falandır. Yəni özlərini qul kimi aparırlar. Buradan anlayırıq ki, Baharı. Səhər arabaçı onu şəhərə Qəssab Məşədə Abbasın dükanına gətirdi. Deməli, bu tüfəngli adamın atasının adı nə imiş? Məşədə Abbas. Aha, Məşədə Abbas dükanına gətirdi. Arabaçı bir təhər adamları aralayıb Məşədə Abbası çağırdı. Məşədə əmi, bu gedəni İsfəndiyar göndərib. Deməli, İsfəndiyar göndəribsə, İsfəndiyar kim idi? Bilirik ki, İsfəndiyar da Məşədə Abbasın oğlu idi. Orada çünki öz dili ilə demişdi, atamın dükanıdır. Deməli, Məşədə Abbasın oğlu İsfəndiyardır. Məşədə Abbas da qəssabımızdır. Baharı tapan kim oldu? Tüfəngli adam kim oldu? İsfəndiyar. Məşədi deyir, gözdəsin. Bahar günortayadək gözlədi, çox acımışdı. Qəssab müştərilərdən baş açandan sonra Baharı dükanına çağırdı. Hansı kənddən kimin oğlu olduğunu, nə iş bacardığını soruşdu. Deməli, Baharı çağırır qəssab və ondan təkcə nə iş bacardığını soruşmur. Kimin oğlu olduğunu soruşur, hansı kənddən gəldiyini soruşur, nə iş bacardığını soruşur. Yəni 3 dənə ümumilikdə sual verir. Yəni təkcə nə iş bacardığını soruşmur. Ondan sonra Bahar payızın ilk aylarını Məşədə Abbasın yanında işlədi. Deməli, payızın ilk aylarını, payız ayı idi, yəni soyuq ayları idi, Məşədə Abbasın yanında işlədi. Deməli, sallaxanadan şəhərə daşınan ət daşqasının boyunda oturar, atın cilovunu əlinə alıb şəhərə sürərdi. Axşam isə tövlədə yanında yatdığı daşqa atına qulluq edərdi. Deməli, bu bədbəxt tövlədə yatır, həm bu boyda iş görür. Bax, həm deməli atın cilovunu əlinə alıb şəhərə sürür. Deməli, həm atla məşğul olur, həm atlara baxır. Yəni, nə deyilirsə onu eləyir. Həm də ki, tövlədə qalır da. Yəni, əziyyət eləyirlər ona. Məşədinin bütün xırda dükan və ev işlərini Bahar görürdü. Yəni, dediyim kimi, təkcə bir işlə məşğul olmurdu da. Bədbəxtə nə ki, iş var idi, eləyirdilər. Rəsmən qul kimi davranırdılar, dediyim kimi. Məşədə axşama qalan və köhnələn çalatı səbətə doldurub Bahara verdi. Çiynindən tutub itələdi. Deməli, Məşədi içalatı Bahara verib çiynindən tutub itələyir və deyir, bunları sat, satmamış qayıtma, hamısını satsan sənə bir abbası fındıq pulu verəcəm. Yəni, o boyda deyir şeyi satsan sənə bir abbası fındıq pulu verəcəm.
Məşədi də bilirsiniz də, bu tüfəngli adamın atası onu qulu kimi işlədirdi. Bahar küçələrin soyuq palçığını ayaqlaya-ayaqlaya küçə qapılarını gəzib, həzin və saf uşaq səsi ilə çığırardı. Deməli, ciyər alan, ciyər alan, ciyər alan, ay ciyər alan. Yəni ciyər alanları çağırırmış, kim ciyər almaq istəyirsə. Bu yerlərdə az təsadüf edilən şaxtalı qış günlərindən biri idi. Yadda saxlayın ki, burada yəni hava hər zaman olduğu kimi soyuq idi desə yanlışdır. Burada deməli soyuq havalara az-az təsadüf edilirmiş. Həmin günlərdən biri imiş. Yer donmuşdu, ayaz kəsirdi. Bahar isə köhnə çarıqla yalınqat, qədək paltarla qəssab dükanının qapısında əsim-əsim əsirdi. Baxın, Baharın xarici görünüşünün təsviri verilib. Köhnə çarıqla, yalınqat, qədək paltarla xarici görünüşünün təsviri verilib. Qəssab dükanının qarşısında əsim-əsim əsirdi. Məşədi Baharı qapıdan qovmuşdu. Soyuqlar düşəndən, qış girəndən bəri Bahar içalat sata bilmirdi. 5 addım gəzəndən sonra daldiy bir deməli həyat tapıb qızınırdı. Ev adamlarının, ev qadınlarına yalvarıb ocaq başında dayanırdı. Ona görə evə qayıdanda xazeyni onu döyürdü. Deməli, qış başlayandan bəri də kimdir küçələrdə ciyər satan axtaranda, yəni cəmaət hər öz evində ciyər alanlar az olurdu və buna görə də ciyərlər az satıldığına görə Məşədi Baharı oradan qovurdu. Onu tez-tez danlayırdı bu vaxtlar. Bahar da yəni çox çöldə gəzib ciyər sata bilmirdi, qapı-qapı dalana bilmirdi, çünki hava soyuq idi. Biraz gəzəndən sonra gedib kiminsə evində qızınırdı, evə də gec gəlirdi, həm də əlindəki malları da satmamışdı deyə xazeyni, yəni ev sahibi onu danlayırdı. Bugün uşağa yeni bir fəlakət üz verdi. Qarınların birini sata bilməmiş. Bax, uşaq fəlakəti nə idi? Qarınların birini sata bilməmişdi. Qorxudan qayıda bilmir. Sata bilmədiyinə görə qorxudan qayıda bilmir. Bilir yenə yəni pis olacaq da, danlayacaqlar, döyəcəklər, söyəcəklər. Döngədə sallaya-sallaya əlində aparır və müştəri çağırırdı. Həmin qarını əlində sallaya-sallaya aparır və müştəri çağırır ki, bunu da satsın, getsin evə. Qəfildən bir qara it qarını alıb götürüldü. Divarı bayaq aşıb, bağlar arasına yox oldu. Deməli, bunun qarnını kim oğurlayır? İt. İt Baharın əlindəki o sata bilmədiyi bir qarnı oğurlayır. Bahar bunu söyləyəndə Məşədi Abbasın gülməyi tutdu. Məşədi Abbas buna gülür. Bahar bunu gəlib Məşədi Abbas deyir ki, bir it gəldi əlimdən apardı və sata bilmədim. İt gəldi apardı. Məşədi Abbas deyir, Məşədi Abbas da başlayır gülməyə. Dünən yumurtadan çıxan cücənin mən yeşəlikdə kişiyə kələk gəlməyinə bir baxın. Dünən yumurtadan çıxan cücə adlandırır deməli Baharı Məşədi Abbas. Və burada Məşədi Abbasın gülməyi də, yəni zarafata belə ürəkdən gülmək deyildi, kinayə ilə gülür o. Aha, deyir ki, mən yekəlikdə kişiyə kələk gəlməyinə baxın. Əlini Baharın ciblərinə salıb axtardı, sonra qoltuğuna baxdı. Neynəmisən, dedi. 1 manatın yerindir. Nəyə verib yemisən? Düzündür. Deməli, Baharın ciblərinə əlini salıb, Bahar bunu deyəndə Bahara inanmır, amma deyir ki, sən yalan deyirsən də, satmısan, pulunu özün yemisən. Amma əslində bilirik ki, Bahar yalan demir, çünki doğrudan da bir it alıb qaçmışdı onun əlindəki qarnı. Buradan da həmçinin öyrənirik ki, bir qarnın qiyməti neçəyəymiş? 1 manatıymış. Deyir, 1 manatı nəyə verib yemisən? Düzündür. Uşağın dil dodağı tutuldu. Altdan yuxarı baxan qara məsum gözləri böyüdü. Andaman elədi ki, it aparıb. Qəssab onun qolundan tutub eşiyə itələdi. Deməli, uşaq and içir ki, bəs it aparıb. Qəssab da onun qolundan tutub eşiyə itələyir ki, get 1 manatı gətir, sonra gəl. Bahar kağız kimi ağardı. Xazeyninə tərəf baxdı. Məşədi Abbas bu baxışlara və göz yaşlarına cavab olaraq içəridən dilləndi. Buralara ayaq bassam, meydini qoyaram. Deməli, yəni Məşədi Abbasın buna hələ də yazığı gəlmir. Yəni baxışlarından sonra yazığı gəldi falan, ürəyi yumşaldı. Yanlış fikirdir. Yazığı falan gəlmir. Hətta deyir ki, buralara bir də ki, tapmamış ayağı bassam, meydivi qoyaram, dedi. Xazeyni də dedikdə, burada yanlış yazılıb, bilirsiniz də, Məşədi Abbas nəzərdə tutulur. Aha, Bahar qorxusundan cınqırını çəkmədi. Küçəyə çıxdı. Lakin küçədə dayanmaq olardımı? Soyuq adamı qılınc kimi kəsirdi. Qorxa-qorxa bir də ağasının dükanına gəldi. Deməli, küçəyə çıxdı, yəni bilmədi də neynəsin. Amma deyir, küçədə də dayanmaq olmurdu. Qorxa-qorxa bir də ağasının dükanına gəldi. Qapını bir də cırıldadıb arasından baxdı. Sanki ağasından heç olmasa qonşuların birindən mərhəmət diləyirdi. Deməli, ya ağasına ya da qonşuların birindən mərhəmət diləyir ki, mən bu soyuqda çöldə qoymayın da yazığam.
Aha, Məşədinin məşəl kimi yanan gözləri uşağa sataşanda oğluna işarə verdi. Gör pulu gətirdi. Deməli, o yavaşca qapını açır ki, bəlkə rəhmi gəldi, məni içəri buraxdı. Qonşulardan, ağadan bir rəhm gözləyir, özü amma səsini çıxarda bilmir qorxudan. Məşəd də onu qapının arasından görəndə öz oğluna deyir ki, get gör deyir pul gətirdi. Qəssabın oğlu Baharın qabağını kəsib soruşdu. Manatı gətirdin? Bahar yalvardı. Məşəd ağa, qardaşım gələndə alıb verərəm. Deyir, qardaşım gələndə alıb verərəm. Bahar axı öz qardaşını axtarmaq üçün gəlmişdi bura şəhərə. Deyir, qardaşımı tapanda yəni alıb verərəm də. Qəssab irəli keçib qapını basdı. Baharı eşiyə saldı. Görür, yox, pul gətirmir. Irəli keçir, qapını basır və Baharı çölə buraxır. Yəni atır, daha doğrusu itələyir. Bahar isti otaqdan qalxan buğun içindən buz döşəməyə düşəndə başından 1 metrə su töküldüyünü güman etdi. Yəni elə bil ki, yerə yıxılır, buz döşəmənin üzərinə yıxılır və elə hiss eləyir ki, elə başından su tökdülər də onun. Təzyiqi düşür hər halda. Soyuğun şiddətindən özünü itirdi, bilmədi nə etsin. Şaxta elə bil iliyinə işləyirdi. Bahar özünü hamamın dəhlizinə saldı. Deməli, Bahar özünü hara salır? Hamamın dəhlizinə salır. Hava çox soyuq idi. Bunu da çölə itələyirlər. Gedir özünü hamamın dəhlizinə salır. Dəhliz də soyuq idi. Ancaq içəri qapı açılanda isti hava buğ kimi dəhlizə vururdu. Hamamın içi isti olur və oradan qapını kimsə açıb çıxanda girəndə oranın istisi Baharı vururmuş. Bahar özünə təskinlik verdi. Əlində bağlama yuyulmağa gələnlərə qarışıb içəri girdi. Əlində bağlama ilə yuyulmağa gələnlərə qarışıb lək bağlama nə idi? Hər halda qarın götürülmüşdü, axı it tərəfindən uğramışdı. Hər halda onun boş bağlaması idi. Əlində bağlama yuyulmağa gələnlərə qarışıb içəri girdi. Arada qarışır, içəri girir, araya qarışıb. Fürsət tapıb pişik kimi səssizcə səkiyə çıxdı. Səki isti, rahat idi. Xeyli vaxt belə keçirdi. Deməli, lakin onu görən oldu. Deməli, xeyli vaxt, Bahar az müddət qalmır, xeyli vaxt içəridə qalır, istidə. Ondan sonra amma onu görürlər. Hamamçı maşa ilə Baharı böyründən bizləyib deyirdi. Ədə, ehey, həmşəri, düş, nə soxulmusan bura, çıx. Deməli, hamamçı maşa ilə Baharı vurub deyir ki, çıx da, yəni nə girmirsən bura, burancaq, yəni pul verənlər girə bilər. Bu hissədə görürük ki, nə görürük? Görürük ki, Bahar əslində mehriban sözünün niyə kinayə olduğunu görürük. Təkcə o hissədən yox, ümumiyyətlə ağlıma gəldi deyirəm. Görürsüz ki, Baharın əslində qarşılaşdığı insan mehriban bir insan deyilmiş. Nə tüfəngli adam, nə də ki, həmin o tüfəngli adamın atası Məşəd Abbas. Nə Məşəd Abbas, nə də ki, İsfəndiyar, yəni mərhəmətli bir insan deyilmiş. Hər ikisi ona zülm eləyirdilər gördüyünüz qədər. Onsuz da tüfəngli adam da onu mərhəmətinə görə götürmək istəmir. Atasına qul eləmək üçün götürmək istəyir. Həmçinin atası da onu mərhəmətinə görə himayədarlığa almır. Qulluq üçün, yəni qulluq üçün himayədarlığa alır. Aha, deməli. Lakin onu görən oldu. Hamamçı maşa ilə Baharı böyründən bizləyib deyirdi. Ədə, ehey, həmşəri, nə düş, nə soxulmusan bura, çıx. O baş aşağı qapıya tərəf yeridi. Məhkum qılınca, deməli, o baş aşağı qapıya tərəf yeridi. Məhkum qılınca baxan kimi eşiyin qış gecəsinin ayazına baxdı. Sonra geri döndü. Onu təqib edən olmadığını görüb dayanmaq istədi. Duruxdu. Mərhəmət uman məzlum baxışları ilə adamların üzünə baxdı. Heç kəsin bir söz demədiyini gördükdə sevinib içəri sürüşdü. Küncə qısıldı. Deməli gedir qapıya tərəf çıxmaq üçün, sonra arxasına baxır heç kim yoxdur. İstəyirdi yansın da, yəni çıxmasın. Çünki çöl çox soyuq idi. Yəni çıxa bilmir, cəsarət eləmir çıxmaq üçün. Çönür arxasına baxır məzlum baxır, görür ki, heç kim heç nə, yəni çıx demir, yəni döymür, söymür. İstəyir ki, təzədən qayıtsın. Deməli, onu təqib edən olmadığını görüb dayanma. Heç kəsin bir söz demədiyini gördükdə sevinir və içəri tərəf gedib bir küncdə qısılır da. Bığı xınalı kişi buğlana hamamdan çıxanda Baharı dəhliz ağzında görüb ucadan dedi: "Kəblə Qurban, hərif burada dayanıb ha." Deməli, Kəblə Qurban da hər halda hamamçının adı idi. Hamamçı bunu əvvəlcə qovmuşdu. Deməli, bığı xınalı bir kişi də onu görür, o deyir ki, Kəblə Qurban deyir, bu burada dayanıb ha. Yəni getməyib. Kəblə Qurban başmaqlarını yeyin şaqqıldararaq dəhlizə tərəf gələndə Bahar yalvardı. Vallah, yerim yoxdur, soyuqdan ölürəm, qoy burada durum. Əmi, sən Həzrət Abbas. Baxın, Həzrət Abbasın adı keçdi. Deməli, dini şəxsiyyətimizin adı keçdi, Həzrət Abbas. Kəblə Qurban Baharı itələyib çölə saldı. Rədd ol buradan. Həzrət Abbas qənimin olsun. Səkinin istisində canı yumuşalan Bahar, deməli, səkinin istisində canı yumuşalan Bahar
Qışın kəsərli soyuğuna düşəndə elə bil ürəyinə xəncər sancdı. Birdən-birə istisən soyuğa düşür də. Yəni hamam kimi bir yerin istisindən deyirlər, məsəl üçün elə də hamam kimi. Hamam axı isti olur. Hamam kimi isti bir yerdən birdən-birə soyuğa düşür və əlbəttə ki, halı pisləşir. İçindən ufuldadı, özünü itirdi. Bahar başını qaldırıb göyə baxdı. Tamam qaranlıq qovuşduğunu, qış gecəsinin qorxu kimi hər yanına işıq gələn hər yeri bastığını görəndə vücuduna ilan kimi soyuq və müthiş bir vahimə yerdi. Müthiş bilirsiniz də, yəni qorxuducu, dəhşətli deməkdir. Ürəyi bala quş kimi döyündü, başı gicəlləndi, addımlarını atdı, harasa tələsmək istədi. Yeridi, qəssabxanadan uzaqlaşa bilmədi. İndi onun bütün damarları sancır, qulağı qəribə uğultu ilə tutulurdu. Bilirsiniz də, çox soyuqda qalanda, hətta əlimizdə qartopun falan qarın oynayanda çoxdan da damarımız donur və sancmağa başlayır. Görün indi bu uşaq nə gündə idi. Özdə yəni nazik bir paltarla. Uşağa elə gəlirdi ki, ayaqlarını qandallamışdılar. Topuqlarını hər birindən ağır daşlar asılıb. Son ümidlə özünü xazeynin qapısına saldı. Təzədən xazeynin qapısına qayıdır. Artıq son ümidi olaraq qorxa-qorxa qapını döyür. Cəsarətlə yox, qorxa-qorxa qapını döyür. Həyətdə qara ayaqlayan addım səsi eşidəndə deməli, həyətdə qara ayaqlayan addım səsi eşidəndə uşağın sönən ümidlərinə sanki həyat işığı saçıldı. Deməli, bu gəlir qapını döyür, sonra da həyətdə görür ki, çöl deməli qar imiş, hətta qar var imiş çöldə. Qarı ayaqlayanda ayaqdan səs çıxır, yəni qar səsi çıxır, ayaq izi. Bax, o səsi eşidəndə, yəni sevinir ki, Allah kimsə qapını açmağa gəlir də, şükür deyir, məni indi evə alacaqlar. Sevinir. Aha, xanım Mitili Baharın köhnə yorğanını eşiyə atdı. Deməli, xanım Mitili, yəni xazeynin arvadı, Mitili Baharın yatdığı yorğanı çölə atır. Baharın çölə atır, onu içəri buraxmır. Deməli, həmçinin xazeynin arvadı da çox mərhəmətsiz imiş. İtil, hansı cəhənnəmə gedirsən, get, deyir. Bahar inana bilmədi. Gecənin bu vaxtında, boranda hara gedim ay xanım? Qurban olum, mənim yerim yoxdur. Xanım, sən bilirsən ki, xanım qapını elə bərk çırpıb dəmirlə bərkitdi ki, deyərdin, oğrudan, quldurdan qorunurdu. Elə bərkdən diri örtürdü ki, qapını elə bil oğru gəlib də qapısına. Yəni uşaq idi də, onu niyə elə şey eləyirdi ki, pis etdirirdi ki. Baharın sözü ağzında qaldı. Boş və boran uğuldayan qaranlıq küçədə qar içinə bata-bata uşaq bazara sarı yönəldi. O tufana düşən yarpaq kimi əsirdi. Sanki baharı iynəli yorğana bürüyürdülər. Elə bir yorğana ki, tikan kimi əzablı, hamam kimi isti. Yəni çox pis vəziyyətdə idi. Baharın burada yəni necə acı hisslər keçirdiyi, həm mənəvi olaraq, həm də səhət cəhətdən necə çətin vəziyyətdə qaldığı bildirilir. Qol yerindən, deməli, Bahar əlini atıb gözünü örtən ağır yorğanını qaldırmaq istədi. Deməli, onun üstünə artır. O da istəyir ki, yorğanı qaldırsın üstə. Qol yerindən quru ağac bir sallandığını duyub, qol yerindən quru bir ağac sallandığını duyub anlaya bilmədi. Aha, elə bil ki, qolu deyir ağırlaşmış. İstədi əlini qaldırsın. Əli elə bil, bədəni elə bil qanqreniya olur da. Bədəni elə bil ağırlaşmışdı. Onu bildi ki, gözlərinə də, başına da, dodaqlarına da batan iynə çox uzun və itidir. Çox əzablı olurdu bu ağrılar. Bunun kim tərəfindən nə üçün edildiyini anlamadı. Heç kim ona iynə batırmırdı. Sadəcə, yəni soyuğun iynəsi idi ki, onu incidirdi. Amma o bunu anlamırdı ki, yəni bu soyuqdan alırdı. Beyni dolmuşdu yazan. Tərpənmək istədi, onu sanki yerə mıxlamışdılar. Anasını xəyalına gətirdi. Yadda saxlayın, anasını xəyalına gətirir. Qızıl Gönçələrdə də ölən bir obrazımız var idi. Əlbəttə ki, o qız obrazı idi, qadın obrazı idi. Amma orada öləndə anasını və ya atasını xəyalına gətirmir. Yadda saxlayın. Orada öləndə sadəcə yəni gözəl bir yer xəyalına gətirir, babasını istəyir. Burada isə öləndə Bahar ağılına anasını gətirir. Keçək bu tərəfə. Ana, ay ana, cavab gəlmədi. Hər şey susurdu. Anasını çağırır. Hətta yadınızdadırsa, Qızıl Gönçələr əsərində də deməli Sürəyya öləndə babasını çağırır. Baba, ay baba deyə çağırır. Amma yəni əlbəttə ki, ona da cavab gəlmir. Hər şey susurdu. Bir neçə saat sonra boran seyrəlmiş, səhər açılmışdı. Hər şey öz qaydasındaydı. Xazeynlər xəz paltolar, Xorasan kürkləri, dəri papaqlar, yun corab və qaloş geyinərək səhər çayından sonraki ilk papiroslarını tüstülədə isti evlərinin qapılarını nəzakətlə çıxır, dükanlarına gəlirlər. Hər şey varlı təbəqə üçün öz yolunda gedirdi. Qolu çimərlikli məşədi çapacağını itələyərək erkəkləri şaqqıldayır. Deməli, əlinə gələn yağlı budların qapısında
Deməli, qaynaşan müştərilərdən ruhlanaraq qazanc mahnısını oxuyurdu. Deməli, Məşədi, bir dəqiqə, Məşədi. Məşədi deməli, hər şey Məşədin həyatında yolundaydı. Hə, o sevinirdi ki, müştərilərim gəldi. Onda heç bir problem yox idi. Konka yolunun qarnı kürüyənlər bir uşaq meyidi tapdılar. Deməli, Baharın meyidini kim tapır? Konka yolunun qarnı kürüyənlər tapır və harda tapılır Baharın meyidi? Konka yolunda. Oranı kürüyənlər, qarı təmizləyənlər, yəni bir uşaq meyidi tapırlar. Donmuş, şaxtaya dönmüşdü bu uşaq meyidi. Buzlamış saçları üzünə yapışmışdı. Görün nə vəziyyətdə. Əlbəttə ki, söhbət kimdən gedir? Bahardan. Deməli, bütün sifəti buz qatı ilə örtülmüşdü. Bütün sifəti buz qatı ilə örtülmüşdü. Qolları qoltuqlarına bükülüb qalmışdı. Baxanların ürəyi xarab olurdu. Yiyəsiz bir uşaq olduğu ilin bu vaxtında əynindəki qədək paltardan bəlli idi. Yiyəsiz bir uşaq olduğu hardan bilinir? Əynindəki qədək paltardan, yəni əynindəki bu incə, nazik, köhnə, cırıq paltardan bilinirdi ki, paltarını anlamaq olurdu ki, o yiyəsizdir. Ona görə yiyəsini axtarmırlar. Heç deyirlər 100% yiyəsi, yəni yiyəsi olan adam nə bu paltarla çöldə olmaz, nə də ki, belə soyuqda donub ölməz. Deməli, yiyəsi yoxdur. Ona görə də heç onun yiyəsini də axtarmırlar. Qəriblər qəbristanlığına aparırlar və elə orada da bastırırlar. Qəriblər qəbristanlığı, yəni kimsəsizlər qəbristanlığında bastırırlar, yadda saxlayın. Fikir bu da belə. İndi keçək əsərimizin təhlilinə. Əsərimiz bu qədər idi. Əsərlə bağlı ümumi məsələlərə baxacağıq indi. Deməli, başlayaq. Bahar. Əsərimiz epik növdə roman janrındadır. Mövzusu 20-ci əsrin əvvəllərindəki Azərbaycanın taleyidir. Bir gəncin manifesti deməli əsərindən bir parçadır. Təhkiyə üsulundan geniş istifadə olunub. Əlbəttə ki, epik əsər olduğuna görə tərənnüm yoxdur və ya göstərmə də yoxdur. Təhkiyədən istifadə olunub. Baharın faciəsi nə idi? Baharın faciəsinin səbəbi nə idi? Baharın faciəsi cəmiyyətdəki insanların bir-birinə yaddaşmasıdır. Münasibətlərdə maddi maraq Baharın faciəsinin elə bir ki, göstəricisi olaraq göstərilə bilər. Çünki orada bir uşağa qarşı göstərilə biləcək ən iyrənc, ən acımasız hərəkətlər göstərilir və burada anlaya bilərik ki, insanlar bir-birinə yaddaşıblar. Yəni bir-birlərini belə deyim də bir-birlərinə qarşı artıq bir hissləri qalmayıb ki, yazıqdır, bəs belədir, elədir, heç bir hiss qalmayıb və münasibətlərdə sadəcə maddi maraq güdülür. Bunu da həmçinin Məşədi Abbasın simasında görə bilərik ki, Məşədi Abbas deyir ki, yəni, nə olur olsun, get pulumu gətir. 1 manata görə uşağı, əlbəttə ki, o vaxtı 1 manatdan indiki 1 manat bir deyil, amma nəsə də, hər nəsə də, yəni 1 manata görə uşağa o soyuqda nə əziyyətlər verilir, hətta onun arvadına da aid eləyə bilərik. Məşədi Abbasın oğluna, ailəyə, Məşədi Abbasın bütün ailəsinə aid eləyə bilərik bu söhbəti. Bahar kiçik yaşlarından zamanın sarsıdıcı deməli, zərbələrinə tuş gələn uşaqların ümumiləşmiş surətidir. Yadda saxlayın, Bahar bu oğlan obraz, Bahar oğlandır. Bunu bir dəqiqləşdirək. Bahar bu oğlan obrazımız bir ümumiləşmiş surətdir. Yəni, uşaqlıqda belə acı taleyə yaşayan bütün uşaqların ümumiləşmiş surəti kimi verilir. Məşədi Abbas mənfi obrazımızda Baharın ölümünün səbəbkarlarındandır və qəddardır. Məşədi Abbasın arvadı həmin o xanım mənfi obrazdır. Baharın köhnə yorğanını evdən çölə atır və onu evə buraxmır. Tüfəngli adam İsfəndiyardır. Məşədi Abbasın oğuldur. Kəblə Qasım da mənfi obrazdır. Baharın hamamda gizləndiyini ona deyirlər və o da Baharı deməli təhqir deyib, belə qarğış eləyib, yəni Həzrət Abbas sənin qənim olsun deyib çölə atır. O da acımasız, qəddar bir obrazdır. Əsər təkcə Baharın yox, bütün insanlığın manifestidir, yadda saxlayın. Yəni burada bir nəfərin dediyimiz kimi ümumiləşmiş obraz olduğuna görə bir nəfərin timsalında deyil. Yəni bir nəfərin timsalındadır, amma bütün bu tip insanlara yəni çağırış var ki, belə qəddar olmayın. Bəs Bahar kimi insanlardan danışılır burada ki, yəni uşaqlara belə zülm eləməyin. Sonra Bahar obrazı faciəvi həyatı var Baharın. Məşədinin evini deməli yığışdırır Bahar. Bununla məşğuldur. Məşədinin kiçik və böyük işlərinin hamısı ona tapşırılmışdı. Qardaşı və anasından başqa heç kimi yoxdur Baharın. Qardaşını axtarmaq üçün şəhərə gəlir. Günahsız və sadəlövdür. Deməli, çöldə qalaraq soyuqdan ölür. Paltarından kimsəsiz olduğunu düşünüb, kimsəsizlər qəbristanlığında bastırırlar. Müəllif Baharın simasında yoxsulluğun və haqsızlığın acı təsavvürlərini əks elətdirib. Yəni, dediyim kimi, yenə ümumiləşmiş bir obrazdır. Bu da bizim Bahar əsərimizin təhlili. Belə, yəni, bu arada buradakı cümlələri əzbərləsəz yaxşı olar əlbəttə ki. Çünki bilirsiniz də, hər dərs deyirəm, əvvəlki illərin qəbullarından
və testlərdən seçdiyim cümlələrdir. Bitdi. Bu da bizim bahar əsərimiz.